Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Hacıqabul rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfərdən ibarət dəstə zərərsizləşdirilib. Məlum olub ki, saxlanılan dəstə üzvlərinin 4-ü əvvəllər də cinayət məcəlləsinin müxtəlif maddələri ilə məhkumluq həyatı yaşamış şəxslərdir. Saxlanılan şəxslərin üzərlərinə və evlərinə baxış keçirilərkən, onlardan ümumi çəkisi 1,7 kiloqrama yaxın narkotik maddə və onların qəbul olunması üçün xeyli sayda şpris götürülüb. Hazırda polis cinayətkar dəstənin bu narkotik vasitəni haradan və necə əldə etməsi istiqamətində əməliyyat həyata keçirir. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. Nizami Rəsulov, Rəhman Məlikov, Dünya TV.